Honor markası Samsung və Xiaomi kimi keyfiyyətlidir, yəni almağa dəyər. Gəlin bu gün bunu öyrənək. Bəli dostlar, əlimdə də gördüyünüz bu Honor X9A telefonu demək olar ki 4 ildir bizdədir. Problemsiz bir şəkildə də bu telefon işləyir. Və qısaca onu deyim ki, bu telefon normal bir şəkildə istifadə olunub, yerə düşməyib, gecə boyunca enerjiyə taxılı qalmayıb, daha sonra uşaq əlində olmayıb. Bunları nəzərə alaraq siz də öz fikirlərinizi bildirərsiniz. Və nəzərinizdə saxlayın ki, burada mən sizə bunu qeyd etmək istəyirəm ki, bəli, Honor markası Samsung və Xiaomi kimi artıq keyfiyyətlidir. Sadəcə müəyyən nüanslar var, buna diqqət etməlisiniz. Bəli dostlar, az öncə də mən sizə qeyd etdim ki, bu Honor telefonu çıxdığı ildən də bəri bizim əlimizdədir. Gördüyünüz bu Honor X9A telefonu kablosuz, yəni telefon qapısız istifadə olunub. Bu formada istifadə olunub da deyə telefonun üstündə, altında bunun özünün rəngi olmur. Bunlar soyulub, hətta bizə zarafat da edirlər ki, telefonun soyulub və telefonun şifaflovkası görünür. Eynən maşınların rəngi soyulduğunda belə şeylər olmur. Eynən onun kimi bir şey olub bu telefonda da. Çünki üstü normalda qara rəngdir, amma kraskası soyulub deyə içəridə mavi rəngdə bir şifaflovkaya bənzər bir şey görünür. Və əlavə olaraq da gördüyünüz kimi ekranında da heç bir bilyonka kimi qoruyucular olmadığına görə telefonun ekranı bu dəqiqə cızıq-cızıqdır. Yəni burada mən indi bəlkə məni səhv başa düşə bilərsiniz ki, telefonu burada pisləyirəm. Xeyr, telefonun istifadəçisinə deyirəm ki, burada kablosuz falan istifadə edib deyə telefon bu vəziyyətdədir. Amma normalda çox gözəl telefondur. Bəlkə 50 dəfə, 60 dəfə asfaltın, betonun üstünə düşüb, amma telefona heç bir şey olmayıb. İndi sizə əsas maraqlandıran mövzuya keçək. Gördüyünüz bu Honor telefon, indi bu telefon donur sizcə yox? Bunun haqqında qısa bir açıqlama verim. Xeyr, standart istifadə üçün donmur, PUBG-də falan heç bir FPS düşüşü yaşanmayıb. Eynən gördüyünüz bu Xiaomi Redmi Note 10S telefonundakı kimi bu da öz performansını öz yerində saxlaya bilib, yəni donma falan yoxdur. Və yenə donmadan sonra batarya mövzusuna keçək. Bataryası zəifləyib yoxsa yox? Bəli, bataryası zəifləyib, amma o qədər də yox. Yəni elə istifadəçilər var, telefonu axşamdan sabaha qədər enerjiyə taxılı saxlayır və səhər oyandığında da telefonu enerjidən çıxardır. Bu telefon elə istifadə olunmayıb deyə bataryası normal digər telefonlara görə qat-qat yaxşıdır. Yəni belə batarya performansı da məncə 3 ilə görə çox yaxşıdır. Yəni yaxşı saxlayır. Gündə bir dəfə enerjiyə taxmaq bəs edir, amma əgər tez-tez PUBG oynayırsa, 4-5 saat PUBG oynayacaqsa, gündə bir dəfə yox, gündə 2 və ya 3 dəfə ola bilər. Bunu nəzərinizdə saxlayın. Və dostlar, ilk günkünə görə bu telefonda nə fərqlər var onu deyim. İlk günkü gəldiyində yeniləmələr falan biraz pis idi. Ekran forması falan fərqli olduğuna görə istifadə etmək çətin idi. Çünki Honor'un bu telefonu yeni tanınırdı deyə, hələ sistem yeniləmələri falan gəlməmişdi deyə biraz fərqli gəlirdi insanlara. Amma indi bəzi yeniləmələr gətiriblər. Artıq Xiaomi və Samsung telefonlardakı kimi sistem interfeysi daha yaxşıdır. Yəni rahat istifadə etmək olur, çətin deyil. İndi bunun haqqında birazdan daha çox danışacağam, çünki orada vacib bir məsələ var. Daha sonra telefonda az öncə də qeyd etdim ki, donmalar falan yoxdur. Yəni ilk günkündən yalnız dediyim fərqi var. Bir də cızılmalar falan var. Bu da onsuz istifadəçidən istifadəçiyə dəyişir. Yəni telefon qabı ilə və yaxud da antiudarla falan istifadə olunsaydı bu fərqlər də olmayacaqdı. Yəni bunları bu məsələyə qatmıram ona görə də. Və dostlar, telefonumuz haqqında digər vacib məlumatlara keçməzdən əvvəl qısa bir açıqlama verim ki, kanalımızda bunun kimi telefonlar, kompüterlər haqqında videolar var. Buna görə də bizə dəstək olmaq üçün aşağıdan kanalımıza abunə olub videomuza like atın və bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Gəlin Honor X9A-mızla davam edək. Bəli dostlar, bura qədər mən bu telefonu sizə tərifləyə gəldim, amma qısa bir açıqlama verəcəm ki, mən bu telefonu həqiqətən də bəyənmədim. Qısaca deyim ki, öz fikrimi bildirirəm ki, bu telefon zibil vəziyyətindədir. Niyə? Səbəbini də bu dəqiqə deyirəm. Səbəbi də odur ki, mən bəlkə bu telefon da çıxdığından bəri, yəni Xiaomi Redmi Note 10S telefondur. Bu telefon da çıxdığından bəri bu telefonu istifadə edirəm. 4-cü ili tamam olub, 5-ci ilinə də səhv eləmirəmsə az bir şey qalıb. Bununla bunun arasında nə fərqlər var? Bunları deyim sizə. Fərqlər onlardır ki, misal üçün, baxın bu telefonda bu dəqiqə telefon qapısız və yaxud da antiudarsız istifadə olunsaydı, eynən bu Honor X9A telefonu kimi cızılardı. Bunları demirəm. Yəni bunlar mövzuya qatılmır, çünki istifadəçi özü belə istifadə edir. Ona görə də bu telefon bərbad vəziyyətdədir. Amma məni burada narahat edən, məni qıcıqlandıran nədir? Bu telefonun sistem interfeysidir. Videomuzun da bir hissəsində mən sizə qeyd etdim ki, ilk çıxdığından bəri sistem interfeysi qismən yaxşılaşdırılıb. Yəni artıq əvvəlkinə nisbətən daha rahat istifadə etmək olur. Amma məni çətinliyə salan nədir? Misal üçün Xiaomi Redmi Note 10S telefonunda iOS emojilərini etmək istəyirəm, amma gəlib bunu Honor telefonda edə bilmirəm. Çünki interfeys o qədər qarış-quruşdur ki, daha sonra özünüz də görürsüz Texnoklub YouTube kanalında Xiaomi telefonlar üzərində batarya qoruma videosu, daha sonra yaddaş təmizləmək, RAM artırmaq, bunun kimi Xiaomi telefonlara aid hər cürə videolarımız var. Özünüz də görürsüz ki, sistem interfeysi dəhşət dərəcədə rahatdır. Ayarlarda istədiyiniz bir şeyi çox rahat bir şəkildə tapa bilirsiniz, çətinlik çəkmirsiniz. Daha sonra yalnız ayarlardan getmir söhbət, ana menü deyirlər. Yəni sistem interfeysinin əsas bölməsi ana menü sayılır orada. Ana menü belə istifadəçilərə çox
çətin gəlir. Bəzən orada donmalar belə yaşana bilər. Düşürsən WhatsApp axtarırsan, axtarışda WhatsApp-ı yazırsan, girdiyində başlayır donmağa, yenidən atır ana menü. Yəni çox qarış-quruşdur. Bu bir dənə bu qarışıqlığı düzəltsələr, falan hər şey çox gözəldir. Bəlkə bu Xiaomi-ni buraxıb mən Honor telefona keçə bilərəm. Bunu da deyə bilərəm sizə. Yəni sadəcə sistem interfeysi yəni biraz çətin vəziyyətə salır. Qalan yəni telefonda heç bir şey deməyəcəm ki, yəni orası zəifdir, burası zəifdir. Yalnız sistem interfeysi qəlizdir. Bunu deyirəm. Bunu da indi sizin də fikirlərinizi öyrənmək istədiyimə görə keçin bu videonun kommentlər bölümünə. Fikirləriniz nədirsə bunu yazın. Görək sizdə necədir. Amma qalan PUBG deyil, batariyada belə şeylərdə yaxşı iş görür. Telefon PUBG-də 60 FPS verir, 90 FPS verən Honorlar da var. Bunu qarışdırmayın. Bu söhbəti də bu formada deməkdə məqsədim o idi ki, keçən dəfə Honor X9D telefonu haqqında öz fikirlərimi bildirmişdim. İstifadəçilər gəlib orada türklər demişkən gəlib məni linçlədi. Yəni gəlib mənə Honor istifadəçiləri başqa şeylər yazdı ki, sən boş danışırsan. Boş danışmıram, öz fikirlərimi bildirirəm. Baxın, telefon üçün də həmin şeyləri deyirəm ki, sistem interfeysi qəlizdir. Yəni Samsung və Xiaomi bunun yanında hər şeydir. Və dostlar, qısaca Samsung və Xiaomi telefonları niyə sevirik? Daha çox onlara üstünlük veririk. Onlar haqqında da məlumat verim. Xiaomi niyə populyardır? Xiaomi telefonların populyar olma səbəbi odur ki, Xiaomi telefonlar artıq öz sistemini qurub. Yəni 2013-lərdən, 2014-lərdən özünüz bilirsiniz ki, o vaxtlardan bəri Xiaomi telefonlar, Samsung telefonlar çox istifadə olunur. Yəni biz Xiaomi və Samsung telefonların doğuşunu görmüşük. Öz əlimizdə böyüyüblər o markalarda. Yəni bu sözüm də səhv başa düşülməsin. Yəni Honorda belə bir şey yoxdur. Honorun misal üçün siz 2014-də, 2013-də telefonların görmüşdünüz Azərbaycanda, yoxsa yox. Buna görə yəni belədir. İstər-istəməz istifadəçilərdə güvənirlilik, etibarlılıq yaranır ki, hə bu telefondan mən 14 il, 13 il bundan əvvəl də istifadə eləmişdim. Təhlükəsizdir. Bundan əlavə olaraq da markanın adı. Adi Samsung markasından gedir söhbət. Samsung markasını hər yerdə görürük. Adi kasetlərin, disklərin, daha sonra DVD playerların üstündə, hər şeyin üstündə Samsung yazısını görürük də. Bu da bu etibarlılığı qoruyur deyə istifadəçilərdə bu hissdə yaranır. Bir də bir şey də var, baxın bunu deyim. Mən misal üçün az öncə də qeyd etdim ki, 4-5 ildir ki, bunu Redmi Note 10S telefonunu istifadə edirəm. Bundan əvvəl də Xiaomi Redmi Note 6 Pro telefonunu istifadə etmişdim ta ki 2021-ci ilə qədər. O ildən də əvvəl, yəni Xiaomi istifadə etdiyimə görə bu dəqiqə mənim əlim Xiaomiyə öyrəşib. Xiaomi'nin də arayüzü, yəni sistem interfeysi Samsunga daha çox yaxındır, yoxsa Honora? Əlbəttə ki, Samsunga. Çünki Honorun interfeysi qarış-quruşdur. Mən keçəsi olsam, Xiaomi'ni atmalı olsam əgər, yenə də gedib Samsunga keçsəm. Yəni məsələmiz bu idi. Və qısaca hansı istifadəçi Honor almalıdır, hansılar Xiaomi və ya Samsung kimi telefonlara üstünlük verməlidir, onu deyim. Adi istifadə edəcəksə, yəni TikTokda gedim mən Baboşun canlı yayınlarına baxım, daha sonra Lemanı izləyim falan, belə şeylər edəcəksə, daha sonra adi Instagram, Facebook falan istifadə edəcəksə, gedin istənilən Honor telefonu ala bilərsiniz. Heç bir şərt qoyulmur burada. Amma yox, PUBG oynayacaqsınız, telefonla çəkiliş edəcəksə, burada biraz işlər dəyişir. Necə olur burada? PUBG-də qoyublar misal üçün Honor X9D telefonu, qiyməti də 700-800 manat aralığındadır. 700-800 manatı mən gedərəm Samsung və ya Xiaomi telefona verərəm. 90 FPS, 120 FPS verən əjdaha kimi telefonları alaram. Niyə gedib Honor X9A alıram PUBG oynamaq üçün? Bunu demək istəmişdim mən keçən dəfəki videoda da. Yəni normal istifadə üçün alacaqsansa get al, yox. Arada 5 dəqiqədən bir falan PUBG oynayacaqsansa yenə get al, fərq yoxdur. Amma yox, telefona əziyyət verəcəksənsə, bütün günü PUBG-də olacaqsansa, tövsiyə etmirəm. Çünki 90 FPS, 120 FPS deyil. Axı belə 120 FPS olmayan telefonu mən tərifləmərəm. Əlavə olaraq da mənə sponsorluq verilməyib. Digər istifadəçilər, YouTuberlar var Azərbaycanda. Götürüb telefonun başına 50 cür oyun açırlar, sonra da deyirlər ki, əjdaha kimi telefondur. Mən burada düzünü deyirəm və bildiklərim haqqında məlumat da verirəm ki, sizə də məlumatdan asılı. Burada Honor istifadəçilərinə heç bir pis söz falan deyilməyib. Bunu nəzərinizdə saxlayın. Honorda, Samsungda, Xiaomi'də, iPhone'da və yaxud da digər markalarda hərəsinin özünə görə gözəl xüsusiyyətləri, funksiyaları falan var. Heç bir markanı mən burada pisləmirəm. Buna görə də aşağıda normal şəkildə kommentlərinizi yazmağınızı gözləyirəm ki, bəli Xiaomi yaxşıdır, bəli Honor yaxşıdır. Yəni belə kommentlərinizi görmək istəyirəm. Yoxsa keçən dəfəki videoda diqqətlə qulaq asmamısınız. Hətta belə mən videonun əvvəlində belə qeyd etmişəm ki, bu videoda mənim deyəcəklərim öz fikirlərimdir. Sizin fikriniz fərqli olsa, bunu öz aranızda bölüşün, öz fikirlərinizi özünüz tənzimləyin. Buna mən qarışmıram. Eynən siz də eyni şeyi də mənə edə bilərsiniz. Yəni gəlib orada ağzınıza gələnləri deməyinizə ehtiyac yox idi. Və son olaraq cümləmizi sonlandıraq, videomuzu sonlandıraq ki, bəli, Honor telefonlarda artıq Xiaomi, Samsung kimi telefonların adının yanında çəkilə bilər. Çünki həm etibarlılıq qazanıb, həm də az öncə də qeyd etdim ki, bu telefon mənim əlimdə 3 ildir ki var, yerə düşüb, ekranı üstə düşüb, hər cürə şey olub, telefon sınmayıb, problem yaratmayıb. Yəni artıq bu telefonda Xiaomi, Samsung kimi telefonların adlarının yanında çəkiləcək və problemsiz bir şəkildə Honor ala bilərsiniz. Videomuz bu qədər idi. Ekranda izləyə biləcəyiniz faydalı və maraqlı videolar çıxdı.
yazılmışdı. İstəsəz onlara da baxa bilərsiniz. Bizə dəstək olmaq üçün az öncə qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Sağ olun, salamat qalın.